Sabahınız xeyir, səhər saat 10-dur və 3-cü saatımıza başlayırıq və bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Təəssüflər olsun ki, yenə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub və mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib və bu məlumatı da diqqətinizə çatdırmaq istədik və davam edirik. Bugün Aşbanın yaz sesiyası öz işinə başlayır. Türkiyə və Gürcüstanda baş verən hadisələr müzakirə predmetidir. Yer gəlmişkən Azərbaycanla da bağlı çıxışlar gözlənilir və elə bu haqda danışırıq. Hüquq müdafiəçisi Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov bizimlə Strasburqdan birbaşa bağlantıdadır. Əhməd müəllim, hər vaxtınız xeyir. Sabahınız xeyir olsun. Əhməd müəllim, dinləmələrdə Gürcüstan və Türkiyə əsas müzakirə predmetidir, amma məlumatlara əsasən həm də Azərbaycan haqqında danışıqlar olacaq, yəni müzakirə predmetinə çevriləcək. Ümumiyyətlə, sesiyada nələr müzakirə olunacaq, əsas istiqamətlər nədir və danışıqçılar nəyə çalışırlar? Bax, bu haqda istərdim ki, ətraflı məlumatı izləyicilərimizə çatdırasınız. Buyurun, söz sizdədir. Mən də Real TV izləyicilərini Fransanın Strasburq şəhərindən salamlayıram. Bir neçə saatdan sonra Avropa Şurası Parlament Asambleyasının yaz sesiyası öz işinə başlayacaq və aprel ayının 11-nə qədər davam edəcək. Bu sesiyada əsas ana gündəm Ukraynada müharibə, yaxın şərqdəki vəziyyət, Türkiyədə etiraz aksiyaları, xüsusən də İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'nun həbsi və onun ardınca davam edən etiraz aksiyaları, habelə Gürcüstanın akreditasiyasının ləğvi gündəmdədir. Çünki Gürcüstanda keçirilən ötən ilki parlament seçkiləri Aşbada hələ yanvar ayında sərt şəkildə tənqid edilmişdi və 3 ay vaxt verilmişdi Gürcüstan nümayəndə heyətinə ki, bu seçkilərin nəticələri ləğv olunsun, həbs edilənlər azadlığa buraxılsın və yeni seçkilər keçirilsin. Elə buna yanvar ayında qış sesiyası zamanı Gürcüstan nümayəndə heyəti sərt bir şəkildə etiraz eləmişdi, bildirmişdi ki, Gürcüstanda yeni seçkilər keçirilə bilməz və bu Gürcü xalqı öz iradəsini ifadə edib və Gürcüstan nümayəndə heyətinə 3 aylıq vaxt vermişdi. Aprel ayında bugün həmin vaxt bitir və çox güman ki, gözlənilir ki, Gürcüstan nümayəndə heyəti, yəni Gürcüstan tərəfi həmin şərtləri yerinə yetirməyib və Gürcüstan nümayəndə heyətinin akreditasiyası ləğv ediləcək. Daha sonra Serbiyada vəziyyət müzakirə olunur, xüsusən də bu ilin mart ayında Serbiyada başlayan etiraz aksiyaları, hökumətin korrupsiyada ittiham edilməsi və hökumət əleyhinə etirazlar, Serbiyada baş nazirin istefa verməsi və yeni hökumətin formalaşması fonunda Serbiya ciddi şəkildə tənqid olunur. Daha sonra tənqid olunan ölkələr arasında müzakirəyə çıxarılacaq ölkələr arasında Macarıstan var. Macaristanda xüsusən də LGTB nümayəndələrinə qarşı, cinsazlıqlara qarşı təqiblərin davam edilməsi və Belqradda, Budapeşt şəhərində, paytaxt Budapeşt şəhərində LGTB fəallarının aksiyalarına icazə verilməməsi əsas müzakirə predmetidir. Bu 5 ölkə ilə bağlı müzakirələr ana gündəmə salınır. Gözlənilir ki, Azərbaycanla bağlı da sərt çıxışlar edilsin. Çünki artıq bir ildən artıqdır ki, Azərbaycan nümayəndə heyəti Aşbanın sesiyalarına qatılmır və bunu fürsət bilən, xüsusən də Ermənistandan olan deputatlar, Fransa və Almaniyadan olan deputatlar hər sesiyada Azərbaycana qarşı çıxışlar edirlər, Azərbaycana qarşı yeni qətnamələrin qəbul olunmasına çalışırlar və ötən qış sesiyasında yanvar ayında da belə çıxışlar olmuşdu və xüsusən də bu günlərdə Bakıda erməni əsilli şəxslər üzərində davam edən məhkəmə prosesini səbəb göstərərək və son həftələr Bakıda həbs olunan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlərin də məsələsini birləşdirərək
bu istiqamətdə rəsmi Bakıya qarşı çıxışlar edilir və bu çıxışların da yaz sessiyasında bu həftə davam edəcəyi gözlənilir. Ermənilər əslində Azərbaycanlı jurnalistlərin və ya ictimai fəalların həbsi ilə bağlı məsələni gündəmə gətirməklə həm də Bakıda məhkəməsi davam edən erməni əsilli şəxsləri siyasi məhbus, vicdan məhbus kimi təqdim etməyə çalışırlar ki, burada da Fransadan, Almaniyadan ciddi dəstək görürlər. Və xüsusən də Türkiyədə bugün baş verən proseslər Türkiyəni də yenidən gündəmə çıxarıb, Türkiyə tənqid olunacaqsa, Azərbaycan da paralel olaraq tənqid olunur və bir fürsət də odur ki, Azərbaycanlı nümayəndə heyəti burada iştirak etmədiyindən, Azərbaycan cavab haqqını istifadə etmədiyindən ermənilər rahat şəkildə anti-Azərbaycan təbliğatını həyata keçirirlər və onu da qeyd edim ki, Aşbadakı Ermənistan nümayəndə heyəti heç də iki ölkə arasında sülh gündəliyinə xidmət edəcək çıxışlar etməyib, tam əksinə Aşba platformasının qatı şəkildə Azərbaycan əleyhinə bir tribuna olaraq görürlər və Azərbaycana təzyiqlər, Azərbaycana qarşı, rəsmi Bakıya qarşı sanksiyalar həyata keçirilməsi ilə bağlı çağırışlar edirlər ki, burada da əsas rupor Fransadır. Həm məkan olaraq Aşbanın Fransada yerləşməsi, həm də burada Fransanın daha çox təsir imkanlarına sahib olması Fransanın, Almaniyanın bu cür platformalarda Azərbaycana qarşı geniş təbliğat aparmasına gətirib çıxarır. Və bir neçə gün bundan öncə Almaniyanın dövlət kanalı olan Deutsche Welle kanalında Azərbaycan əleyhinə Qarabağla bağlı bir tərəfli təxribat yönümlü sənədli filmin hazırlanması heç də təsadüf deyildi. Məhz Aşbanın yaz sessiyasına zəmin hazırlamaq üçün belə bir sənədli filmin göstərilməsi və bunun ardınca da Avropada, xüsusən də Aşba platformasında yaz sessiyasında Azərbaycan əleyhinə geniş təbliğat aparılması gözlənilir. Əmin müəllim, sizin də vurğuladığınız kimi təəssüflər olsun ki, Deutsche Welle-də Azərbaycana qarşı nümayiş olunan o ikili standartlara uyğun bir sənədli film tez bazar fransız dilindən İngilis dilinə tərcümə olunması və ələxüsus Almaniya Federasiya Respublikasının prezidentinin Azərbaycana səfəri çərçivəsində yayımlanması, daha sonra isə prezidentin profillərində, sosial şəbəkələrində təxribat yönümlü bir fotonun paylaşılması və s. Ümumiyyətlə, bütün bunları və eyni zamanda Aşbanın da sessiyasını bir araya gətirəndə sözünüzə qüvvət, heç də təsadüf olmadığı ortaya çıxır. Amma bütün bu haqsızlıqlara rəğmən Azərbaycanın ədalətli mövqeyini tutmaq üçün Aşbada hansısa bir danışıqçılar iştirak edirlərmi? Hansısa bir ölkələr tərəfindən Azərbaycana dəstək nümayiş olunurmu? Bundan öncəki sessiyalarda eyni zamanda toxunmağınızı istəyirəm və bugün keçiriləcək sessiyada da bu gözlənilirmi? Bax, bu məqama toxunsanız yaxşı olardı. Təbii ki, bütün bu sadaladığınız hadisələr heç də təsadüf deyil. Bu, əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsidir. Mərhələli şəkildə bu təxribat yönümlü addımları həyata keçirməklə bir zəmin hazırlayırlar. Çünki Deutsche Welle Almaniyanın kifayət qədər ciddi, nüfuzlu bir televiziyasıdır və Avropada bir fikir platforması olaraq qəbul olunur və bir tərəfli şəkildə Fransanın təşkilatçılığı ilə xüsusən də erməni separatçıların, erməni lobbisinin hazırladığı bu sənədli film əslində Azərbaycana qarşı cəbhəni genişləndirmək niyyəti daşıyır və Aşbada məhz elə bu filmdən yola çıxaraq Azərbaycan əleyhinə çıxışlar ediləcəyi gözlənilir. Azərbaycan əleyhinə çıxışlara cavab olaraq Azərbaycanı müdafiə edən, çıxışlar edən ölkələr arasında yalnız Türkiyəni göstərmək olar. Zaman-zaman bəzi Ukraynadan olan deputatlar Azərbaycana dəstək xarakterli çıxışlar etsələr də, amma Ukraynanın deputatlarının özləri öz ölkələri barədə çıxışlar edirlər, Rusiya əleyhinə çıxışlar edirlər və bu dəfə də Türkiyədən olan deputatların Azərbaycanla bağlı çıxışlar edəcəyini təxmin eləmək olar, gözləmək olar, amma bugün ana müzakirə predmeti, əsas mövzulardan biri Türkiyə olduğundan Türkiyədən olan deputatların öz ölkələri ilə bağlı çıxışlar edəcəyi gözlənilir. Çünki hər deputatın bir çıxış haqqı var. Ona görə onu da Türkiyə ilə bağlı yönəlik tənqidlərə cavab olaraq səsləndirəcəklər. Demək olar ki, bu sessiyada Azərbaycana qarşı Fransanın, Almaniyanın, Ermənistanın deputatlarının çıxışları
bir tərəfli olaraq cavabsız qalacaq və digər tərəfdən təəssüflə qeyd etmək istəyirəm ki, bəzi müxalif fəallar da AŞPA-nın yaz sessiyasında bu həftə ərzində keçiriləcək müzakirələrdə fürsət bilərək Azərbaycan əleyhinə yan tədbirlərin keçirilməsini planlaşdırırlar. Artıq indidən bəzi müxalif fəallar AŞPA binası qarşısında görünürlər. Onların Azərbaycan əleyhinə səslənən o fikirlərə dəstək verməsi çox təəssüflə qeyd edirəm ki, Ermənistandan olan, Fransadan olan deputatlarla əlbir olaraq Azərbaycan əleyhinə çıxışlara təşviq edirlər. Çünki Avropadan olan deputatların əksəriyyəti, böyük əksəriyyəti ümumiyyətlə Azərbaycanda nələrin baş verdiyini, kimin həbs olunduğunu, nə üçün həbs olunduğunu ümumiyyətlə bilmir. Onlar müzakirəyə bir neçə saat qalmış onlara verilən qısa tezis şəkilli vərəqdən oxuyaraq fikir bildirirlər. Çünki onlar da nəsə çıxış eləməlidirlər. Hansısa ölkəni tənqid edəndə daha populyar görünür Avropalı deputatlar. Hərçənd ki, bir çox Avropa ölkəsində və ya elə Amerika Birləşmiş Ştatlarında, Kaliforniya ştatında Trump əleyhinə etiraz aksiyaları keçirilir. Bugün AŞPA-dan olan, Avropadan olan heç bir deputat bu barədə danışmır, ümumiyyətlə səsini çıxarmır. Çünki onlara sərf eləmir və ya yaxın şərqdə baş verən proseslərlə bağlı beynəlxalq kriminal məhkəməsi İsrailin baş naziri Netanyahunun həbs edilməsi ilə bağlı qərar çıxarıb. Bununla bağlı AŞPA-da heç kim fikir bildirmir. İsrailə qarşı hər hansı bir sanksiyanın həyata keçirilməsi ilə bağlı çağırışlar edilmir. Amma Azərbaycan kimi, Türkiyə kimi ölkələrə, xüsusən də Avropa ilə münasibətləri uzlaşmayan, Avropanın şərtlərini yerinə yetirməkdən boyun qaçıran ölkələr var ki, onlara qarşı tənqidlər səsləndirəndə Avropalı deputatlar özlərini daha müstəqil, daha demokrat, özlərini daha ifadə etmiş kimi göstərməyə çalışırlar. Ona görə də bu bir fürsətdir. Azərbaycan əleyhinə bu sessiyada da bir neçə çıxışların olacağı gözlənilir. Çox sağ olun, təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün. Çox sağ olun. Və vurğulamaq istəyirəm ki, hazırda Strasburqdan bizimlə birbaşa bağlantıda hüquq müdafiəçisi Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov idi və AŞPA-nın yaz sessiyası ilə bağlı ən son informasiyaları diqqətimizə çatdırdı. Bir daha vurğulamaq istəyirəm ki, bugün AŞPA-nın yaz sessiyası öz işinə başlayır. Əsas gündəlikdə Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda və Türkiyədə baş verən hadisələr və təbii ki, dinləmələrdə hər zaman olduğu kimi Azərbaycana qarşı da qərəzli mövqe olacağı gözlənilir, amma sessiyanın sonunda biz daha ətraflı məlumatları izləyicilərimizin diqqətinə çatdıracağıq.